Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 9-cu siniflər üçün nəşr olunmuş Topudan modal feil dərsindən bir neçə testin izahını öyrənəcəyik. Qaydada öyrəndiyiniz bütün nüansları testdə necə izah etmək olar, test üzərində necə tətbiq etmək olursa nümunə testlər üzərində öyrənəcəksiniz. Əvvəlcə gəlin birinci testə baxaq. Modal feil testlərini işləyərkən mütləq nöqtələrdən sonra diqqət edin və feilin tulu ya da tulsuz olduğunu təyin edin və yanlış variantlarınızı azaldın. Məsələn, burada nöqtədən sonra tu verilməyib, amma bilirik ki, out'un tulsu olmalı idi. Ona görə A yanlışdır. Qalan strukturlarımız doğrudur. Ona görə cümləni tərcümə etməliyik. Mən işimi vaxtında bitirdim ya da bitirmədim, bitirməli idim. Çünki o mənim üçün vacib idi. Vacib idisə demək ki, bitirməli idim. Ona görə bir də cavab olur D variantı. İndi isə 6-cı testin izahına baxırıq. Nöqtələrdən sonra tulsuz feil verilib. Strukturca səhvimiz hardadır? Will not be able olmalıydı. Bu yanlışdır. Bilirik ki, qaydadan had not to olmaz. Had öz inkarını düzəltməz. C variantında will'in B'si yoxdur. D və Y variantları arasında qalırıq. Bir təsdiq, bir inkar və bir cümlə hər biri də fərqli zamanlardadır. Ona görə də cümlədəki zamana da diqqət etsək, testi asan tapa bilərik. Bir də bazı came on time. Came bizə ipucu verdi ki, artıq bu cümlə inkar, daha doğrusu keçmişdədir. Deyək ki, avtobus vaxtında gəldi. Ona görə də biz avtobus dayanacağında gözləməli olmadıq. Demək ki, cavab olur Y variantı. D variantı yanlışdır. Çünki həm zamanca uyğun gəlmir, həm də mənaca uyğun gəlmir. İndi isə gəlin 9-cu testə baxaq. Little ones spend so much time on their smartphones as it is very harmful. Deyir ki, balacalar, yəni little ones balaca uşaqları nəzərdə tutur ki, balacalar çox vaxt keçirməməlidirlər smartfonların qabağında. Çünki bu onlar üçün çox zərərlidir. Demək ki, mənaca çox vaxt keçirməməlidir, uyğun gəlir. Strukturca səhvlər haven't idi, yanlışdır. A, D və C variantları hər biri təsdiqdir deyə mənaca uyğun gəlmir. Ona görə 9-cu testdə cavab olur B variantı. İndi isə gəlin 13-cü testə baxaq. 13-cü testdə our train leaves in 2 minutes. D bizim qatarımız 2 dəqiqəyə çıxacaq. B artıq tulsuz feil verilir. Strukturca səhvimiz A-da don't have-in tulsu yoxdur. B have-in to işlətmək qətiyyən olmaz. Are-able-un tulsu yoxdur. We has-lə işlənməz. We have-lə işlənər. Ona görə cavab oldu D variantı. Biz deyir we must be in a hurry. Biz tələsməliyik qatara çatmaq üçün. İndi isə gəlin 25-ci testin izahına baxaq. Jack, where görürük ki, burada tulsuz feildir. Strukturca səhvlərimiz varmı? Bütün variantlarımızda struktur doğrudur. Baxırıq, batdan sonra does verilibsə, yəni batdan sonra təsdiqdirsə, demək ki, əvvəlki cümləmiz inkar olmalıdır. Biz bu qaydanı so do dərsindən bilirdik. Və burada hansı köməkçi modal feil ya da köməkçi feil verilirsə, eynisi qarşıda verilməlidir. Əvvəlcə birinci tərəf təsdiq olmayanları çıxaq. İnkar olmayanlar daha doğrusu çıxaq. İnkar olmayanlar çıxdıq. A, D, Y arasında qalırıq. Və burada bir nüansa diqqət edin. Görürsünüz, burada does verilib. Demək ki, must qoya bilməliyik. Çünki must qoymuş olsaydıq, qarşı tərəfimiz does yox, must'ın özü olardı. A variantında needn't qoymuş olsaydıq, ikinci tərəfdə but his nephew need olardı. Ona görə yanlışdır. Cavab oldu D variantı. Batdan sonra does'dırsa, demək batdan əvvəl öz sualının inkarını düzəldə bilməyən bir modal olmalıdır. Bilirik ki, o da bizim bir göz muncuğumuz olan have to modal feilidir ki, sualının inkarını düzəldə bilməyib, kənardan does gətirib. Demək ki, cavab olur D variantı. 26-cı testdə də baxırıq. Baxın, bu qayda həmin nüans aşağıdakı testdə də var. Batdan sonra didn't verilibsə, demək ki, batdan əvvəl təsdiq olmalı idi. İnkar olanlar çıxırıq. A inkardır, C inkardır. Qalırıq B, D, Y arasında. Əgər mən bura could qoymuş olsaydım, ikinci tərəfdə didn't yox, couldn't qoyardım. Y variantında eyni ilə might yox, might not qoyardım. D variantı doğrudur. Çünki had öz inkarını düzəldə bilməyib deyə batdan sonraya didn't qoyulub. Cavab oldu D variantı. Bu şagirdlər bu məqaləni tərcümə etməlidirlər, lakin but those didn't. Lakin onlar yox. Bu şagirdlər etməlidirlər, lakin o şagirdlər etməməlidirlər. İndi isə gəlin 30-cu testə baxaq. Burada bizdən modal soruşur. Have-in modal qaydasını yadımıza salaq. Have özündən sonra to ilə işlənərsə modaldır. İsimlə ya da P2 ilə işlənərsə modal deyil. Bir də isimlə işlənib. 2-də had to var deyə doğrudur. 3-də haddan sonra isim gəlib little time. 4-də have to var doğrudur. 5-də də has to var doğrudur. Demək ki, cavab oldu 2, 4 və 5. 30-cu testə cavab oldu Y variantı. İndi isə gəlin 36-cı testə baxaq. 36-cı testdə strukturca səhvimiz varmı? Əvvəlcə ona baxırıq. Nöqtədən sonra open verilib. D variantında will not be able olmalıydı. Yanlışdır. İkinci tərəfdə push verilib. Baxırıq, hadn't to işlətmək olmaz. Had öz inkarını qətiyyən düzəltməz. Bu nüansa diqqət edin. Demək ki, A, C və Y variantları arasında qaldıq. Tərcümə etməliyik. Deyir ki, A variantını qoyub tərcümə edək. There John is able to open the door by pulling. Deyir ki,
John bu qapını dartaraq aça bilər. C ona görə də onu itələdi. Mənac uyğun gəlmir. C variantında deyir ki, aça bilər, sonra deyir ki, onu itələdi, uyğun gəlmir. Y variantında deyir ki, John qapını dartaraq aça bilmədi, ona görə də onu itələməli oldu. Ona görə cavab olur 36-cı testdə Y variantı. İndi isə gəlin 38-ci testə baxaq. 38-ci testdə nöqtələrdən sonra bizə verilib to. Mütləq bu nüanslara diqqət edin. Şagirdlər, kimlər ki bu kollecdə oxuyurlar, to take exam twice a year, ildə 2 dəfə imtahan verə bilərlər. 2 doğrudur, kəndən sonra to olmaz deyə bunu çıxırıq. Üstdən needn't-dan sonra to olmaz deyə bunu çıxırıq. 6-da should to olmaz deyə çıxırıq. Will'in B'si olmalıydı. Çıxırıq. 5 doğrudur. Demək ki, burada cavab oldu 2 və 5. Burada 2, 5 doğrudur. 4 isə yanlışdır. Düzdür. Elə bir variantımız qalmayıb, amma Will'in də gördüyünüz kimi strukturca səhvdir deyə. Demək ki, bu yanlış sualdır. 38-ci testdə cavab olur sadəcə 2 və 5. İndi isə gəlin baxaq 44-cü testimizə. 44-cü testdə bizdən soruşulur. Live bilirik ki, to-suz feildir. Baxırıq variantlarımıza, strukturlarımız düzdür. İkinci tərəfdə be verilib. B variantında will be able olmalıydı deyə bu yanlışdır. I am able-ın to-su yoxdur deyə yanlışdır. Will be able olmalıydı. Haven't işlətmək olmaz. Demək ki, cavab oldu D variantı. Tərcümədə deyək ki, stansiya uzaq olduğu üçün biz we must leave the house now. Biz indi evi tərk etməliyik. Yoxsa qorxuram ki, biz gecikə bilərik. İndi isə gəlin 47-ci testə baxaq. 47-ci testdən bizdən soruşulur. Nöqtələrdən sonra to verilib. Bilirik ki, nələr to ilə olmaz. Can to olmaz deyə yanlışdır. A variantında have you to demək olmaz. Qətiyyən have to'dan ayrılmaz. Ortada you olmamalıydı. Bir də Y variantında had to'dan ayrılıb deyə yanlışdır. Qalırıq ya B ya da D arasında. İkinci tərəfdə yenə to var. Needn't to işlətmək olmaz. Çünki needn't modaldır. Ona görə cavab olur B variantı. Modal feillərdən sonra to işlətmək olmaz. Needn't da öz inkarını düzəldib. Demək ki, modaldır. Tərcümədə deyir ki, whom do you have to inform about it? Sən deyir kimi məlumatlandırmalısan bunun haqqında. O da deyir ki, we have to inform everybody in the office. Biz ofisdəki hər kəsi məlumatlandırmalıyıq. 39-cu testə baxaq. Nöqtələrdən sonra take part gəlib. Strukturca səhvimiz varmı? Strukturda heç bir səhv yoxdur. Neither did her friends. Neither deyir ki, əgər mən varımsa demək ki, əvvəlki cümləmiz inkar olub. So do I dərsindən bunu bilirik. İnkar olmayanlar çıxırıq. Anı, beni çıxırıq. Qalanlar inkardır. Did isə bizə deyir ki, məndən əvvəlki cümlədə did olub. Yəni öz sualının inkarını düzəldə bilməyən bir ya modal olub ya da did olub. Was olmaz. İkinci tərəfdə bu zaman neither was olardı. Could olmaz. Yenə ikinci tərəfdə neither could olardı. Ona görə cavab oldu. C variantı tərcümədə deyir ki, Mary didn't have take part in the contest. Mary kontestdə iştirak yarışda iştirak etməməli idi, onun dostları da. İndi isə 52-ci testə baxmayaraq ki, although the pilot was badly hurt, baxmayaraq ki, pilot çox pis yaralandı, to var nöqtədən sonra couldn't işlətmək olmaz. Qalanlar will'in B'si yoxdur, yanlışdır. A, B, D düzdür. Burada was olduğu üçün demək cümlə keçmişdir. D ilə çıxır. Baxmayaraq ki, bizə bir ipucu verir ki, baxmayaraq ki, o pis yaralandı. Amma demək ki, digər tərəfdə deyir ki, o izah edə bildi. Mütləq bu testləri tərcümə ilə edeyim. Mütləq və mütləq. Ona görə cavab olur B variantı. Əgər burada also yerinə olsaydı as, onda belə olardı. Pilot pis yaralandığı üçün izah edə bilmədi. Görürsüz, also bütün bir cümlənin testin mənasını dəyişir və variantı da dəyişir. Demək ki, 52-ci testdə cavab oldu B variantı. 57-ci testdə never var. Never deyir ki, mən inkaram və mənə ikinci bir inkar gətirmə. Cümləmizin özündə baxırıq, heç bir tərəfinə inkar yoxdur. Strukturca səhvimiz varmı? Əvvəlcə onlara baxaq. Is able to, bu düzdür. Has been able, bu hissələr düzdür. İkinci tərəfdə talk verilib. To-suz feildir. Ought-un to-su yoxdur. Bunları çıxaq. Y variantında shouldn't to işlətmək olmaz. Bilirik ki, modal feil kimi should to-suz işlənir. Ought-to ilə işlənir. Demək, A və B variantları arasında qaldıq. Tərcümə edirik. Deyək ki, bir heç vaxt belə vacib qərarları öz meneceri ilə məsləhətləşməmiş vermir. Ona görə də indi onunla danışmağa A variantında deyil, ehtiyacı yoxdur. Ona görə A variantı səhvdir, cavab olur B variantı. Ona görə də o indi onunla məsləhətləşməlidir olmalıydı. İndi isə 59-cu testə baxaq. When Diana went back to New York, deyir, Diana New York'a qaydanda o öz vizasını ya artıra bilər, ya artıra bilməz. Birinci tərəfə görə hər biri uyğundur. İndi ikinci tərəf bizə ipucu verir. Baxaq, əvvəlcə struktur səhvlərini çıxaq. Burada D variantı səhvdir, çünki hadn't to işlətmək olmaz. Qalanları strukturca düz olur. Deyir, ona görə də o yeni birini ya almalıdır, ya almamalıdır. İndi mənanı özümüz qurmalıyıq. A variantda deyirik ki, öz vizasını uzada bilər. Sonra da deyirik ki, o yenisini almalıdır. Bu mənaca uyğun gəlmir. Uzada bilirsə niyə yeni viza alsın? B variantında deyir ki, uzada bilər, yeni birini almamalıdır. B mənaca uyğun gəlir. C variantda deyir, uzada bilər, sonra deyir ki, yeni birini almalıdır. Bu uyğun gəlmir. Bu A'dakı mənanı verir. Y variantda deyir ki,
yeni uzatmağına ehtiyac yoxdur, yeni birini almalıdır. Mənac uyğun gəlir, amma when olan cümlə keçmiş olduğu üçün qarşısı da keçmiş olmalıdır. Biz də bilirik ki, need indiki zamanda, has indiki zamanda uyğun gəlməz. Demək 59-da cavab oldu, B variantı. 61-ci testə baxırıq. Nöqtələrdən sonra tulsuz feil verilib. Strukturca səhvimiz baxırıq ki, heç birində yoxdur. Belə uzun testlər mütləq tərcüməyə əsaslanır. Careless attention to the rainforest damage the world's ecology. Deyir ki, cəngəlliklərə diqqətsizlik zərər vura bilər dünya ekologiyasına. B-də deyir ki, zərər vura bilməz. Bilirik ki, rainforestlər oksigen mənbəyidir və ona görə də cəngəlliklər qorunmalıdır. Ona görə B və Y variantı mənac uyğun gəlmir deyə bunu çıxırıq. A, C, D arasında qalırıq. İkinci tərəfdə deyir ki, hər kəs onun qorunmasında iştirak etməlidir. C variantında deyir ki, etməməlidir. Bu da mənac uyğun gəlmir. İndi qaldırıq A və D variantları arasında. Modal feil dərsində mütləq bu nüansa diqqət edin. Hər bir modal feilin özünün işlənmə yeri və mənası var. Yəni mənaya baxmaq lazımdır. İndi diqqətsizlik, should versən birinci tərəfə belə olur. Cəngəlliklərə diqqətsizlik gərək zərər vursun. Məsləhətdir ki, zərər vursun. Bu uyğun gəlmir. Ona görə D variantını seçmirik. A variantını seçirik. Deyir ki, diqqətsizlik zərəri vura bilər. Ona görə də hər kəsə məsləhət bilir ki, onun qorunmasında iştirak etsin. Ona görə burada cavab olur 61-ci testdə A variantı. İndi isə gəlin 66-cı testə baxaq. Burada nöqtələrdən sonra görürsünüz ki, bu cümlə sualda verilib və ikinci tərəfdə də go verilib. Strukturca ikinci tərəfdən çıxaq. D variantı will be able-ın tusu yoxdur. B variantında are able-ın tusu yoxdur. Qalırıq A-da might-a qətiyyən olmaz. Y-də M-yə qətiyyən olmaz. Elə cavab oldu. C variantı struktur səhvindən qalanları çıxdı. Deyir Aysu, where might we go tomorrow? Aysu deyir, sabah biz hara gedəcəyik? Yəni ehtimal olaraq soruşuram ki, hara gedəcəyik? O da deyir, I don't know. Mən bilmirəm. Lakin biz sinemaya gedə bilərik. İndi burada sizi bir nüans açdıra bilər ki, bu cümlədə tomorrow verilib, amma burada hər iki modal keçmişdə yazılıb. Bu nüansı mütləq diqqət edin. İngilis dilində 9-cu siniflərə artıq yeni əlavə olmuş qaydadır bu. İngilis dilində var idi, sadəcə düşmürdü. Artıq dərsliklərdə də görə bilərsiniz. İngilis dilində may, might və could modal feilləri ikili mənalı daşıyır. May and might ilə could keçmiş zamanda işlənərsə, could bir bacarığı bildirir, might isə icazəni bildirir. Gələcək zamanda isə could bir bacarığı bildirir, might isə icazəni bildirir. Gələcək zamanda isə bir şeyin olma ehtimalını bildirir. Qaydanı diqqətlə oxusaz bu nüansı görə bilərsiniz. Bir daha qeyd edirəm. Keçmiş zamanda might icazə bildirir, could isə bacarıq bildirir. Məsələn deyirəm 5 yaşım olanda üzə bilirdim. Buradakı could deyir üzə bilirdim, bacarığımı bildirir. Ya da deyir ki, dünən kinoya gedə bilərdim. İcazə var idi, yəni might. Amma sabah deyirəmsə deyir, ola bilər. Yəni ola bilər ki, belə olar. Ehtimaldır ki, tərcüməsi də elə olur. Ola bilər ya da bəlkə də. Bax belə bir tərcümə verə bilir. Bundan sonraki testlərdə artıq o nüanslar qabağımıza çox çıxacaq və orada da sizin üçün təkrar deyərəm. Gəlin 67-ci testə də baxaq. Burada baxın. Deyir ki, there is a new movie in cinema. Sinemada deyir, yeni bir film var. Bəlkə biz onu izləyək. Baxın, strukturca səhvlərimizi çıxaq. Arable-ın tusu yoxdur. May-a to qoymaq olmaz. B-si yoxdur. D variantında will be able-ın tusu yoxdur. Görürsünüz, çıxdı, cavab oldu Y. Bəs Y-niyə uyğun gəlmir? Çünki ehtimal deyirəm ki, bəlkə onu izləyək. Ola bilərmi ki, onu izləyək? Baxın, bu may, might və could modal feilinin indiki və gələcək zamanda işlənərkən baş vermə ehtimalı olan hadisəni bildirmə qaydasıdır. İndi isə gəlin baxaq 75-ci testə. 75-ci testdə bizə soruşulur. My parents haven't decided yet where to spend their holiday. Mən valideynlərim qərar verə bilməyiblər ki, onlar tətildə hara getsinlər. Demək, ikinci tərəfdə artıq ehtimal verməliyik. Birinci strukturca səhvlərimizi çıxaq. A variantı haven't to olmaz. D variantında may to olmaz. V-nin B-si yoxdur, qalırıq B və C variantlarının arasında. Əslində qayda ilə bizə elə gəlir ki, deyir ki, onlar gərək İrlandiyaya getsinlər. Amma mənaca deyirəm ki, qərar verə bilməyiblər. Onlara məsləhət etmirəm. Ehtimal verirəm ki, ola bilər ki, ora gedə bilərlər. Ona görə bu testdə should yox, C variantını seçirik. Deyir ki, ola bilər ki, İrlandiyaya getsinlər. Qərar verməyiblər, amma ola bilər ki, onlar İrlandiyaya getsinlər. İndi isə 75-ci testi dedik, indi isə 87-ci testə keçək. Burada deyir ki, when shall we go and see Tom? Biz nə vaxt gedəcəyik gedib Tomu görəcəyik? Strukturca səhvimiz might-ın tusu olmaz. Will be able-ın tusu yoxdur. Görür ikinci nöqtədə tu yoxdur. Are-able-ın tusu yoxdur. Qaldıq B və Y variantları arasında. Deyir ki, we may not go and see him on Sunday. Biz onu bazar günü görə bilmirik. Bu mənaca uyğun gəlmir. Y variantı ehtimaldır ki, ehtimal deyir ki, ola bilər ki, bəlkə gedək bazar günü görək. Baxın, mənaya çox full diqqət edin. Səndən soruşur ki, biz nə vaxt
park edik Tomu görüb, o dedi ki, biz bəlkə bazar günü gedək onu görək. Burada da may, might və could modal feillərinin indiki və gələcək zamanda baş vermə ehtimalı olan testləri bildirir. 88-ci testdə də bax, eyni ilə belə bir qayda var. Strukturca əvvəlcə səhvlər çıxaq. Are not able to'su yoxdur. Might to işlətmək olmaz. B, Y, D arasında qalırıq. Tərcümədə deyir ki, where shall we hang this picture? Deyir, biz bu şəkli hara asaq? If you want, əgər istəyirsənsə, mən onu xola asa bilərəm, koridora asa bilərəm. Yəni, ehtimal verir ki, bəlkə onu ora asım. Ona görə cavab olur, Y variantı, B və D variantı eyni mənadır burada. Əgər istəyirsənsə, onu ora asım. Mənaca verir ki, bəlkə onu ora asım. Ona görə cavab oldu 88-ci testdə Y variantı. İndi isə 90-cı testin izahına baxaq. Nöqtələrdən sonra to'suz feil verilib deyə C variantı yanlışdır. A, B, D, Y variantları strukturca doğrudur. İndi tərcüməyə baxaq. Be careful of that dog. Bu itdən ehtiyatlı ol. O səni dişləyə bilər. Demək ki, A variantı bilməz, B variantı bilməz, Y variantı bilməz. Səhvdir. Cavab olur D variantı. Burada da might, indiki və gələcək zamanda ehtimalı bildirir ki, o səni dişləyə bilər. Demək 90-cı testdə cavab oldu D variantı. İndi isə 98-ci testə baxaq. 98-ci testdə bizə verilmiş nüansımız nöqtələrdən sonra to'suz feil verilib. Strukturca səhv olanları çıxaq. Will not be able-ın to'su olmalı idi, səhvdir. May not to olmaz. B, Y və C variantları düzdür. She-dən sonra have yox, has olmalı idi. Ona görə C də səhvdir. B və Y variantları strukturca düzdür. Tərcümə etməliyik. Bu gün Cüliyə işə gəlməyib. Demək ki, o xəstə olmuş olmalıdır. Yəni, ola bilsin ki, o xəstədir, ehtimal bildirir. Ona görə cavab olur B. Y variantında isə xəstə deyil. Bu mənaca uyğun gəlmir. Demək ki, 98-də cavab oldu B variantı. 100-cü testdə də baxırıq. Mənim atam heç vaxt macəra filmləri izləmir. O, demək ki, onu xoşlamış olmamalıdır. Yəni, xoşlamır mənasında olmalıdır. Strukturca səhvlərimiz varsa çıxaq. Could to qoymaq olmaz. Baxmırsa, əgər atam heç vaxt macəra filmlərinə baxmırsa, demək ki, onu xoşlamır. Bir səhv də xoşlayır, uyğun gəlmir. Qalanları 2, 3 və 5 bunların hər biri doğrudur. Ona görə cavab olur B variantı. Bir daha qeyd edirəm. Qaydada demişdik, may, could və might indiki zamanda ehtimal bildirən cümlələrdə sinonim sayılır. Yəni, 3-ü də uyğun gəlir. İndi isə 104-cü testin izahına baxaq. Nöqtələrdən sonra to'suz feil var. Strukturca səhvimiz 4-dür deyə bunu çıxırıq. 1, 2, 3 və 5 strukturca düz. İndi tərcümə edirik ki, Anna bu gecə partiyaya gəlib ya da gəlməyib. Onun çoxlu evdə etməli işi var idi. Demək ki, gəlmiş olmamalıdır, olmalıdır. İşi varsa necə gəlmiş ola bilər? Ona görə bir yanlışdır. Cavab olur 2, 3 və 5. Bir daha qeyd edirəm. Bu nüansa diqqət edin. Ehtimal bildirir ki, partiyaya gəlmiş olmamalıdır. Gələcək mənasında bildirir ki, gəlməyəcək. Yəni, onun çoxlu işi olmalı idi. İndi isə 107-ci testə baxaq. Burada isə artıq to be due to və to be about to ifadəsidir. Burada mütləq bu nüansı yadınızda saxlayın. To be about to bir işi etmək üzrə olmaq deməkdir və burada qətiyyən saat olmur. About to olanda to be about to da saat, dəqiqə, vaxt bizə qeyd olunmur və özündən də sonra to satılmış feil gəlir və burada bir daha qeyd edirəm ki, saat işlənmir, vaxt işlənmir. Gördüyümüz qədərilə burada bir vaxt var, 5 dəqiqə sonra. Demək ki, bu about to yox, to be due to ifadəsidir. Bir daha qeyd edirəm. To be about to bir işi etmək üzrəyik və artıq o işi ya başlamışıq ya da artıq başlayırıq mənasındadır. To be due isə planlaşdırılmış hərəkət. Yəni 5 dəqiqə sonra, 3 dəqiqə sonra, 1 dəqiqə sonra falan iş olacaq mənasında işlənir. Burada isə bizə verilib ki, 5 dəqiqə sonra tərk edəcək, zəhmət olmasa minin. Demək ki, artıq vaxt verilibsə bizə bu to be due ifadəsidir. D variantının to'su yoxdur, C-nin to'su yoxdur. Y variantı about bir daha qeyd edirəm, saat olmur. Ona görə cavab olur A variantı. İndi isə baxaq 113-cü testdə. 113-cü testdə bizə verilib. Deyir, iclas başlamaq üzrədir və hər kəs artıq öz yerində hazırdır. Əvvəlcə struktur səhvimiz varmı? Onları çıxaq. C variantında to be going to ifadəsinin to'su yoxdur. Y də will be able olmalıydı. Z cəmdədir deyə B variantında is səhvdir. Demək ki, A və D variantları arasında qalırıq. Əvvəl də qeyd etdiyim kimi, to be about to bir işi etmək üzrə olmaq, to be due to isə planlaşdırmaq mənasında işlənir. Baxaq burada işi etmək üzrədirlər, yoxsa artıq hələ ki planlayırlar. Onlar iclası başlayır, çünki hər kəs artıq yerində hazırdırsa başlayırlar. Deməkdir, ona görə cavab A variantı, D variantı isə yanlışdır. Əgər burada yazsaydı ki, hər kəs getsin yerinə otursun, bu zaman planlaşdırırdılar. Yox, artıq burada oturublar yerində hazırdılar. Ona görə to be due to yox, seçirik to be about to ifadəsini. İndi isə 116-cı testdə də baxaq. 116-cı testdə də bu nüans verilir. Gəlin baxaq.
The movie start. We should find our seats quickly. Strukturca səhvlərimizi çıxırıq. Birinci, will be able-ın B-si yoxdur. About-un to-su yoxdur. Qalırıq A, C və D. Biz gərək öz yerimizi dərhal tapaq. Demək ki, kino artıq başlamaq üzrədir. Ona görə də biz burada keçmiş zaman qoymuruq. A variantı səhvdir. Qalırıq C və D variantlarının arasında. C variantında hələ planlaşdırılır. Dərhal tapmağımıza, tez tapmağımıza onda ehtiyac olmazdı. Ona görə C variantı yanlışdır. Cavab olur D variantı. Əgər desəydik ki, 5 dəqiqə sonra başlayacaq. Gəlin biz gedək yerimizi tapaq. Bu zaman C-ni seçə bilərdik. Burada artıq başlayır. Biz də dərhal tapmalıyıq yerimizi. Ona görə cavab oldu D variantı. İndi isə 121-ci testə baxaq. Burada deyir ki, iclas saat 10-da başlayır. Saat feilcisi artıq bu tübü about deyil. Çünki aboutlarda demişdik saat olmur. Y variantı strukturca səhvdir, to yoxdur. A variantında to yoxdur. Cavab oldu D variantı. İclas saat 10-da başlayacaq. Planlaşdırılmış bir hərəkətdir. 126-cı testə baxaq. 126-da bizə deyilir ki, biz, daha doğrusu I leave for the meeting iclası üçün getməliyəm. Strukturca səhvlərimizə çıxırıq. Will-dən sonra to işlənməməli idi. Ona görə bu yanlışdır. C variantında will able-ın, daha doğrusu was about to olmalı idi. A variantında I am going to olmalı idi. Y və D variantları arasında qalırıq. İndi baxırıq. Bizə zaman verilib mi? Demək ki, zaman yoxdur. Ona görə də D variantı yanlışdır. I am about leave for the meeting iclası üçün getmək üzrəyəm. Artıq gedirəm mənasındadır. Ona görə burada da cavab oldu. Y variantı. 127-ci testdə uçuş saat 6-da saat verilibsə artıq about deyil. About olanları çıxırıq. D variantı will be able olmaydı. Y variantında to be going to ifadəsi düzdür, amma flight üçüncü şəxsin tək olduğu üçün burada are olmamalı idi, is olmalı idi. Ona görə cavab olur. A variantı dəqiq vaxt verilib və planlaşdırılmış bir hərəkətdir. Bununla da 9-cu siniflərə aid olan testlərin bir neçəsinin izahını baxdınız, qaydaları tətbiq etməyi öyrəndiniz. Kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın.